Əziz və sevimli tamaşaçılarımız, bugün yenidən Həkim Nə deyir verilişi ilə sizin evlərinizin qonağıyıq. Bugün də çox maraqlı bir qonağımız var. Biologiya elmləri üzrə fəlsəfə doktoru, həkim, laborant Eldar Əliyev. Eldar doktoru demək olar ki, hər kəs tanıyır, amma biz bugün daha yaxından tanıyacağıq. Xoş gəlmisiniz doktor. Xoş gördük. Dəvət etdiyiniz üçün çox təşəkkür edirəm. Belə gözəl verilişdə mənə iştirak etmək qismət olduğu üçün əvvəla çox sevincliyəm. Çox sağ olun. Çox sağ olun. Bizim işimiz tiplə əlaqədardır. Pasientlərlə qarşı-qarşıya qalırıq. Bu pasientlərin çoxsu həyatından narazıdır. Çünki pasientlər, bəli, biz onların qayğısına qalmalıyıq, onlara düzgün müalicə etməliyik, düzgün diaqnoz qoymalıyıq. Yəni günümüz bu gözəl pasientlərimizlə danışmaqla, onlara qayğı göstərməklə və onların layiq olduğu analizləri düzgün bir şəkildə yerinə gətirib verməklə keçiririk. Mən həmişə sizi müşahidə edirəm. Siz çox təmkinlisiniz, sakit danışırsınız. Ən çətin məqamlarda təmkininizi qoruyursunuz. Bilmək istəyərdik, bu təmkinli, sakit insanın uşaqlığı necə keçib? Uşaqlığım mən Cənubda doğulmuşam, Masal rayonunda doğulmuşam. Daha sonra orta məktəbi orada oxumuşam. Liseyə qədər, orta məktəbi qutarana qədər Masallı rayonunda təhsilimi almışam. Daha sonra isə Türkiyəyə qəbul olmuşam. Molekulyar biologiya üzrə təhsil almışam. Universiteti qurtardıqdan sonra uzmanlıq təhsili almışam, biokimya və molekulyar biologiya üzrə. Daha sonra isə doktorantura təhsilinə davam etmişəm. Bu sırada təbii ki, doktorantura təhsilim ingiliscə olub. İngiliscə təhsil almışıq və bu müddətdə də təbii ki, o zamanlar müharibə dönəmləri idi, müharibə vaxtları idi. Biraz şərait çətin idi və o zamanlar təbii ki, təhsilimi almaq üçün NATO və TÜBİTAK bursları ilə oxumuşam. NATO'nun dəstəyi ilə doktoranturamı qurtarmışam. Çox sağ olsun, dəyərli müəllimlərimiz çox dəstək olub. Və qurtardıqdan sonra Türkiyədə qalmaq kimi bir düşüncəmiz vardı. Amma sonra düşündük ki, vətənimiz var. Biz vətənimizə borcluyuq və vətənimizə döndük. Doktor, neçənci illərə təsadüf edir sizin Türkiyədə aldığınız təhsil dönəmi? 92-də biz getdik. 2005-də biz geri döndük. Mən 2005-in sonlarında döndüm. Təqribən 13 il yarım Türkiyədə oxumuşam. Nəyə görə Türkiyə? O zamanlar başqa yerlərə getmək hələ çox da yayılmamışdı. Məsələn, bir Avropa ölkələrinə və yaxud da ki, başqa bir ölkəyə getmə imkanımız yox idi. Türkiyə dövlətinin dəstəyi ilə biz oraya gedə bildik. Kim daha yüksək puan aldısa, təqaüd olaraq oraya götürürlər və biz orada təhsilimizi davam etdirdik. İstəyərdik ki, rəhbərlik etdiyiniz laboratoriya barədə əsas istiqamətləri qeyd edəsiniz. Doğrusu istiqamət deyərkən hansı laboratoriyadan soruşsanız sizə bütün hər şeyi, bütün analizləri edirik deyəcəkdir. Biz də belə bir laboratoriyaq, amma əsas üstünlüyümüz biz vicdan prinsipinə əsas alaraq, xəstə hüquqlarına əsas alaraq çalışan laboratoriyalıq. Və burada həqiqətən çoxnövlü analizlər deyərkən biz öz laboratoriyamıza bütün analizləri həyata keçiririk və bunun üstünə bizim bir çox xarici ölkələrlə korporativ əlaqələrimiz vardır. İngiltərə, Türkiyə, Fransa, Amerika, hətta İran, bir çox ölkələrin əlaqələrimiz vardır. Bu əlaqələrin əsas səbəbi nədir? Mən doktora təhsilində adətən İngiltərədə bizi dəvət etmişlərdi. Orada təhsil almaq üçün əslində təhsilimizin də fellowship olaraq dəvət etmişlərdi. Və orada əsas üstünlükləri bizə soruşduqları şey qrup halında çalışmağı bacarırsınızmı? Və yaxud da ki, digər ölkələrin bilim insanları ilə əlaqə qurub onlarla paylaşım edə bilirsinizmi? Bizim bu əlaqələrimizin əsas kökündə duran səbəb o insanlarla danışdığımız zaman tibbi təhsilimizi davamlı yeniləmə imkanımız doğur. Və üstəlik yeni testləri orada əgər anında olubsa Azərbaycana gətirmək olur. Bu səbəblə üstünlüyümüz vardır. Ayrıca hər analiz, hər laboratoriyada eləmək doğru deyil. BCT xəstəliyi Türkiyədə kəşf olundu. O zamanlar İngiltərədən oraya analizlər gəlirdi. Bu nə xəstəlikdir? BCT xəstəliyi daha çox ağızda yaralar, dərilə problemlər şəklində ortaya çıxan immun sistem xəstəliyidir. O zamanlar oraya gəldi, çünki xəstəlik orada tapılmışdı və orada diaqnostikası, analizləri və s. daha gözəl bilinirdi. Bu digər xəstəliklərdə də belədir. İngiltərədə olan bir analiz, deyək ki, oraya endemik olaraq xas olan bir test varsa,
başqa ölkələr analizləri oraya göndərir. Və yaxud da ki, orada insan sayısı çoxdur. Deyək ki, atıram Çində insan sayısı çoxdur və ya Koreyada hal-hazırda VES və yaxud da genom sekanslama testləri baxımından ən çox inkişaf eləmiş yerlərdən birisidir. O yöndən inkişaf ediblər. Bizim kimi ölkələrdə bu inkişaf etmədiyi üçün analizlərin oraya göndərilməsi həm pasientə mali yöndən faydalıdır, həm də tibbi inkişaf yönündən onlarda o cihazlar daha çox inkişaf elədiyi üçün oraya göndərilməsi faydalıdır. Biz də bu yöndən düşünərək korporativ əlaqələrə girdik. Hansı ölkədə, hansı yöndən üstündürlərsə analizlərimizi paylaşaraq onlarla bir yerdə edirik. İnsanlar arasında bir mənalı olaraq laboratoriyalardan, analizlərin cavablarından, diaqnozdan şikayətlər olur. Bəzən də bu şikayətlər əsassız olmur. Bu haqqda nə düşünürsünüz? Laboratoriya sadəcə analitik mərhələni həyata keçirilən bir yerdir. Analitik mərhələdən əvvəl preanalitik mərhələlər var və postanalitik mərhələlər var. Preanalitik mərhələ klinisyen tərəfindən idarə olunur. Yəni klinisyen pasiyenti dinləyir, ona analiz nə vaxt verməsi lazım olduğunu öyrədir, ona başa salır. Pasiyent onu dinləyir və bundan sonra pasiyentin rolu başlayır. Pasiyent əgər o qaydalara əməl edib analizlərini verirsə, o zaman analitik cavab da doğru olur. Yəni bizdə hər cihazlar ümumiyyətlə avtomatlaşdırılmış cihazlardır. Pasiyent içəri girdiyimiz zaman qeydiyyatımızın gülər üzlü qarşılaması ilə qarşı-qarşıya gəlir. Qeydiyyatdan keçdikdən sonra pasiyentlə barkodlar təqdim olunur və barkodlar təqdim edərkən pasiyentin yanında ad soyadı oxunur, o barkodlar sınaq şüşələrinin üstünə yapışdırılır. Bundan sonra əl əməyi olmur. Hər şey avtomatik olur. Və cihazlar da adətən bildiyiniz kimi bizim ölkəmizdə hələ laboratoriya cihazlar istehsal olmadığı üçün cihazların tamamı Avropa, Amerika kimi ölkələrdən gələnlər. Xaricdən gəlir. Bəli, xaricdən gəlir. Bu cihazlarda nəticələri doğru indi Avropada necə nəticə alırıqsa, Azərbaycanda o nəticələri alırıq. Əsas məsələyə gəlmək istəyirəm. Yəni o cihazlarda bütün nəticələr doğru verməyə %98, %90-100 arasında doğru nəticə əldə edəcək. Yəni analitik mərhələdə cihazın öz üstündə olan analizlər doğru çıxır. Əsas odur ki, doğru yönləndirilsin. Məsələn, ac qarnına gəlin dediyi zaman 8-12 saatlıq ac qarnına gəlməlidir pasiyent. Bəzən saqqı çeynirsən bir şey olmaz. Və yaxud da ki, bir dənə limonlu su içsən bir şey olmaz. Zərəri vərdiş məsələn. Bu səbəblərlə gəlirlər və o gəldiyi zaman da təbii ki, analizlərdə şəkər biraz nisbətən yüksək çıxacaq. Bu deyil, məsələn, adi prolaktin analizi. Biz bir gün öncədən stresli fəaliyyətlərdən uzaq qalmasını tövsiyə edirik. İdman etməməsini və yaxud da digər bəzi tövsiyələrimiz olur. Bunlara əməl etmədən gəlib prolaktin analizi verdiyi zaman prolaktin yüksək çıxacaq. Analizlərə təsir edən faktorlar vardır. Bunlar nədir? Qida, yaşayış şəraiti, cinsiyyət, bunlar hamısı analizlərə təsir edir və həkim bunları nəzərə alaraq da pasiyentlərə analizini yazır. Pasiyent bunlara nəzərə almazsa, ona verilən qaydalara əməl etməzsə, analizlərin yanlış çıxma ehtimalı da var. Aha, amma yəni bütün pasiyentlər axı bunu bilmirlər. Yəni həkimə getməmişdən öncə şəxsən siz deyirsiniz məsələn bunları. Bu ümumi faktordur. Bizim ictimaiyyətimizdə çox yayılıb. Məsələn, hər hansı bir yerə gediriksə, bizi məlumatlandırmaq yerinə gözləyirik ki, qarşı tərəfdəki, yəni xidmət almağa haqqı olan insanın hər şey məlumatı olduğunu düşünürük. Amma pasiyent bir xidmət alma haqqı olan bir insandır. Əgər doktora yaxınlaşıbsa, doktorun ona bütün məlumatları vermə haqqı var. Və pasiyentin də üstündə olan haqq bu məlumatlar çərçivəsində qaydalara əməl etməlidir. Bütün bunlara əməl etməzsə, o zaman əgər bir yemək bişirirsə, əgər doğru miqdarda duz və yaxud da digər faktorları əlavə eləməyibsə, o zaman yeməyin dadı da pis olacaq. Laboratoriya da elə bir şeydir. Laboratoriya müalicə həkimindən və pasiyentdən çox asılıdır. Mən sizə daha azını dedim. Burada bir çox faktorlar vardır. Lipid panellərimiz vardır, qaraciyər testlərimiz vardır və s. Bu testlərin hamısı verilərkən müəyyən faktorlar var. Məsələn, idman edib eksersisin çox böyük təsiri vardır. Bir gün öncə eksersizlə idmandan sonra gəldiyi zaman təbii olaraq AST yüksək çıxacaq. Mənim qaraciyər problemim yoxdur, niyə AST-im yüksək çıxıb deyə bilər. Yəni bütün bu faktorları klinisyenin mütləq nəzərə alıb pasiyentə doğru məlumat verib doğru zamanda gəlməsini. Öncədən bunları tapşırmalıdır ki, yəni sabah analiz verməyə gedəcəksinizsə mütləq bunları eləməlisiniz. Bəli, biz laborant tərəfdən baxdığımız zaman 70% xətalar
preanalitik xətalardır. Doktorun pasiyenti doğru yönləndirməməsi və ya doğru analizi müəyyən etməməsi, pasiyentin verilən qaydalara əməl etməməsi. Düşünün, böyrək xəstəliyi ilə gələn bir xəstəyə böyrək analizləri deyil, qaraciyər analizlərini, indi bunu biraz daha kobudla deyirəm, həkimlər bu qədər deyil. Böyrək analizləri ilə qaraciyər analizləri verirsə, qaraciyər analizləri normala yaxın və ya normal çıxacaq. Amma halbuki pasiyentin problemi böyrəkdir. O zaman deyəcəklər ki, laboratoriyada niyə belə problem olur? Baxın, son günlərdə mənim qarşılaşdığım bir proses vardı. Lipid alt parametrlərində kolesterol yüksək, high density lipid dediyimiz yüksək sıxılı lipid və low density lipid dediyimiz aşağı sıxılı lipidlər normal və yaxud da ki, HDL aşağı gəlir. Hər şey normal əldə edildiyi halda doktor pasiyentinə interpretasiya etməkdə çətinlik çəkir. Yəni məlumatı verməkdə çətinlik çəkir və bu səfər nə deyir? Laboratoriyada hatalar vardır. Halbuki laboratoriya bütün hər şeyi doğru etmişdir, nəticəni də düzgün bir şəkildə təslim etmişdir. Biz özümüz laboratoriya, klinikanın gəlini deyirik. Çünki klinikada bütün binalar əgər başqa bir səbəb tapa bilmirlərsə, klinik laboratoriya binasıdır. Maraqlı yanaşmadır. Elə olub ki, mən bir xəstəxanaya getdim, analiz verdim. Bax, yəni indi demək istəmirəm ki, hansısa xəstəxana pisdir, o birisi yaxşıdır. Sadəcə olaraq mənə orada, məsələn, norma olmalıdır 32, mənə gəldi çıxdı 90. Əlbəttə ki, mən bundan sonra stres yaşadım, əsəb keçirtdim. Yəni hansı bir xəstəliyin daşıyıcısı olduğuma görə çox böyük bir stresslər yaşadım. Amma mən həmən nə etdim? Getdim, bundan əlavə 2 xəstəxanada analiz verdim. Və tamamilə başqa bir şeylər çıxdı. Bax, bunda mən nə etməli idim? Çox maraqlı və hər kəsin qarşılaşdığı problemlərdən bəhs edirsiniz. Əslində 2 dənə əlavə yerə gedirək, maddiyyatınızı boşunuza xərcləyirsiniz. Çünki normalda bir yerdə verdiyseniz analizi, analizdəki referans alıq seçilən cihazdan, populyasiyadan, yaşdan və bir çox faktorlardan asılıdır. Bəzi testləri çıxmaq şərtinə, məsələn, glikozanı çıxmaq şərtinə, şəkəri çıxmaq şərtinə referans alıq cihazdan cihaza dəyişə bilər. Pasiyentlərin ən çox dediyi bizə bir yerdə verdim 40 çıxdı, bir yerdə verdim 50 çıxdı, amma halbuki biz də onlara gülərək qarşılaşırıq ki, zaten bunu qarşılaşmalısın. Hər maşının təkərinin ölçüləri fərqli olduğu kimi, laboratoriyada cihazlar, şərait fərqli olduğu üçün nəticələr fərqli çıxa bilər. Ancaq sizin orada qarşılaşdığınız bir şey vardır ki, siz deyirsiniz ki, referans alığının üstündə çıxdı. Amma başqa bir yerlərdə referans alığının daxilində çıxdı. Oradakı faktorlar təbii ki, laboratoriyanın da hatası ola bilər. O günkü kontrol və s. kalibrasiya test nəticələrinə baxmaq lazımdır. Heç kimsə özünü sığortalamayıb ki, mən hər zaman doğru işləyəcəm. Hər kəsin hata etmə ehtimalı vardır, laboratoriyanın daxil. Amma bir də orada preanalitik faktorlara baxmaq lazımdır. Yəni biraz əvvəl dedim, əgər bir gün öncədən stres keçiribsinizsə, prolaktini veribsinizsə, prolaktin yüksək çıxacaq. Amma doktor, mən düşünürəm ki, hər kəs xəta edə bilər, nə laboratoriya, nə də həkim xəta edə bilməz. Çünki mövzu insanın həyatıdır. Siz məsələn deyirsiniz ki, heç bir zaman hata ola bilməz. Məsələn, deyirəm ki, TSH bir yerdə yüksək çıxdı, bir yerdə normal çıxdı. Haqlı olaraq deyirsiniz ki, necə oldu digər laboratoriya səhv ölçdü. Amma hər insanın fiziologiyası fərqli işləyə bilər. Məsələn, heterofil antikor dediyimiz proseslər vardır. Bədənin özünün özünə qarşı istehsal elədiyi antikorlar vardır. Və yaxud da ki, biz istifadə etdiyimiz antikorlar vardır ki, bunlar ya siçan antikorlarıdır və yaxud da ki, başqa heyvan antikorlarıdır. Siz ətrafda siçana toxunubsa və yaxud da sizə peyvəndlər vurulursa, o proteinlər əlavə edilibsə, sizə o zaman o siçana qarşı sizin bədəninizdə antitellar ortaya çıxır. Və istifadə etdiyimiz metodda da o antitellar varsa, o zaman sizin bədəninizdəki antitellar serumdan biz çalışırıq. Oradakı siçan antitellarla üst-üstə düşərsə, proteinlər antitellar üst-üstə düşərsə, psevdo yüksək və yaxud da seçilən metoda görə, kompetitiv elizada metodundan istifadə edirsə, psevdo aşağı nəticələr əldə edilə bilər. Ona görə də həmən laboratoriya səhv elədi deyil, əslində burada əsas məqsəd pasiyentə nə qədər faydalı olub, nəticəyə nə vaxt gəldik. Araşdırırıq, əgər bu faktorlar varsa ki, onu təyin edə biləcək sistemimiz də var bizim laboratoriyada, heterofil antikorlar varsa, bu səbəbdən yüksək çıxıb, əsas odur ki, pasiyentin son nəticəsi doğru oldu. Biz belə olanda nə deyirik?
Eğer klinik olarak bize eğer klinisyen şüphelerini yazıbsa, mesela hipertiroidi yazıbsa, biz hipertiroidi gördüğümüz zaman eğer tiroid hormonları yüksək çıxsa tamam burada normaldır. Ama diagnozu yazılmadığı zaman biz ne çıxırsa nəticəni onu verməklə yükümlüyük. Aydındır. Elə olduğu zaman, yəni həkim diaqnozunu yazdığı zaman biz klinisyenin düşündüğünden farklı bir nəticəyə rastlayarsaq, o zaman biz düşünə bilərik ki, heterofil antikorlar vardır. Bu səbəbdən ola bilər. Klinisyen diaqnozunu yazmaz, laboratoriya diaqnozunun nə olduğunu şübhə eləməz, çıxan nəticə yüksək olar, olduğu üçün verər. Daha sonra başqa laboratoriyada başqa cihaz və başqa bir heyvanın antitelalarından istifadə edirsə, orada o antitelalarla protein üst-üstə düşmədiyi zaman normal nəticə ala bilər. Amma burada günahkar kim olur adətən? Laboratoriya. Əslində laboratoriyanın günahı yoxdur. Çünki bu insanın fizyologiyası. O da çox olmaz. %1 olar. Amma infeksiyanın virus dediğimiz, yani virusların PCR üsuluyla mı təyin edilibmi? Onu mən bilsəm, məsələn, onun interpretasiyası daha asan olur. Aydındır. Son illər trend olan genetik analizlərdən danışmaq istəyirik ki, əgər xəstəliklərinizi bilmək istəyirsinizsə ya da evladınızın gələcəkdə hansısa xəstəlikdən qorunmasını istəyirsinizsə, mütləq genetik analizlər verəsiniz ki, bu analizlər də kifayət qədər bahalı analizlərdir. Bununla bağlı istəyərdim fikirlərinizi bizimlə bölüşəsiniz. Bəli, genetik analizlər prenatal ola bilər. Yəni evlad doğulmamışdan əvvəl pasiyentin, yəni uşağın xəstə olub olmayacağını müəyyənləmə imkanımız vardır. Evet. Doğulduqdan sonra hansı xəstəlikləri semptom olmadan var olub olmadığını, yəni xəstəliklərin var olub olmadığını müəyyənləmə imkanımız vardır. Semptom çıxdıqdan sonra da görəsən bu semptomun genetiklə mi əlaqəlidir, yoxsa genetiklə əlaqədar olduğunu, olmadığını müəyyən etmək üçün də şərtlərimiz vardır. Yəni sizin sualınıza uyğun olaraq bir insanda xəstəlik olmadığını, olub olmadığını, genetik əsaslara bağlı olub olmadığını müəyyən etmə imkanımız vardır. Doğulmadan əvvəl, doğulduqdan sonra. Hatta hamiləlik dövründə ananın qarnındaykən belə təyin etmə imkanı. Doktor, siz necə düşünürsünüz? Xəstəliklər genetikdir? Yəni hamısı genetik. Hamısı deyil. Xeyr. Məsələn, bu xəstəliklərin infeksiya səbəb olanlar genetik deyil ki, və yaxud da ki, immun sistemlərin bəziləri genetik deyil ki, bəziləri genetikdir. Və yaxud da ki, məsələn, şəkər xəstələrinin bəziləri genetikdir, amma tip 2 diabet genetik deyil ki, düzdür. Son zamanlarda araşdırmalar bir şəkildə genetiklə bağlayırlar, amma birinin ayağı məsələn travma alırsa, ayağı sınırsa, o da bir xəstəlikdir, o da genetik deyil. Yəni xəstəliklərin tamamı genetik olmaya bilir. Və hansı xəstəliklər, doktor? Yəni bir neçəsini sadalaya bilərsinizmi? Şəkər xəstəliyi? Məsələn, Down sendromu xəstəliyi genetikdir. Klinefelter sendromu genetikdir. Turner sendromu genetikdir. Kreutzfeldt sendromu genetikdir. Xərçəng məsələn genetiklə əlaqədar olduğu düşünülməkdədir. Amma genetikdən əlavə bir də ətraf mühit faktorları vardır. Davamlı kimyasal maddələrlə təmas edən insanlarda da genetik onkoloji xəstələrin çıxma ehtimalı var. Davamlı siqaret çəkənlərdə ağciyər xəstələrinin çıxma ehtimalı vardır. Nəyə görə? Çünki siqaret çəkir davamlı. Amma deyəcəksiniz ki, bəziləri siqaret çəkir, 90 yaşına qədər yaşadı, heç bir şey olmadı. Genetik meyillik var. Hər insanın genetikası fərqlidir. Bəzən bu xəstəlikdə, xərçəng xəstəliyində deyirlər ki, məsələn, onkomarkerləri verəndən sonra, yəni onunla hər şey təyin olunmur. Yəni necə düşünürsünüz? Yəni mütləq onkomarkerlər verəndən sonra orada aşağıda çıxa bilər, yuxarıda çıxa bilər. Ondan sonra gedib digər analizləri verməlisən, nə bilim, aparatlara daxil olmalısan. Deməli, onkoloji xəstəliklər üçün adətən bir nəfər yaxınlaşır, onkolojik testlərini verir, hər şey normal çıxarkən, hər şeyim əla, məndə onkolojik problem yoxdur deyir. Əslində bu düşüncə yanlışdır. Birinci, həkim onu müayinə eləməlidir. Müalicə həkimi, klinisyen onu dəyərləndirir. Analiz sadəcə yardımcı faktordur. Laboratoriya və digər diaqnostik üsullar, istər bu radiologiya olsun, istər laboratoriya olsun, müalicə həkiminin diaqnozuna yardımcı faktordur. Həkim şübhə eləyər və şübhələrinə uyğun analizlərini və yaxud da diaqnostikasını yazar. Pasiyent bizə gəldi, bütün analizlər normal çıxdığı halda o xəstədə, o pasiyentdə onkolojik problem ola bilər. Yəni bunu tək başına analizdən demək doğru deyil. Hətta analizlərdə məsələn problem olar, amma pasiyentdə onkolojik problem olmaz. Məsələn, CA125 deyilən bir onkolojik parametremiz var. Yumurtalıq kanserində, ovaryan kanserlərə daha çox yüksəlir. Bəzən yüksək çıxar. 5 gün sonra gedər başqa bir yerdə ölçər, normal çıxar.
Pasient gedər o biri laboratoriyada səs-küy salar və deyər ki, mənim analizimi yüksək verirsiniz. Amma bəzi fizioloji proseslər vardır ki, bunlara menstruasiya buna bir nümunədir. Menstruasiya zamanı GA125 yüksək çıxar. Ona görə də mən burada tövsiyəm nədir? Klinisyen baxmalıdır, analizin zamanı doğru müəyyənləməlidir və yüksək çıxan analizi pasiyentin vəziyyətinə görə qərarlaşdırmalıdır və deməlidir. Anladım. Yəni sonuc olaraq mənim demək istədiyim təkcə analizlərlə onkolojik proses var olub olmadığı demək mümkün deyil. Amma bir tərəfdən də başqa bir şey vardır. Məsələn, genetik analizlərlə biz süd vəzi kanserinə yaxalanma ehtimalı olub olmadığını deyə bilirik. Bu genetikdir. Bəli, genetik olaraq. Doktor, sizin danışdıqlarınızdan mən belə bir qənaətə gəldim ki, əgər süd vəzi xərçəngi varsa, bizim birinci dərəcəli qohumlarımızda, valideynlərimizdə və ya yaxın qohumlarda bizi artıq risk daşıyırıq. Yəni müayinələrdən keçməliyik. Əgər süd vəzi xərçəngi olmayıb, başqa orqanlarında xərçəng aşkarlanıbsa, valideynlərimizdə və ya qohumlarımızda biz risk daşıyırıqmı? Yəni bizim üçün təhlükə varmı? Əgər birinci dərəcə qohumlarınızsa risk daşıyırsınız. Ata, ana, bacı, qardaş, xala, dayı, məsələn, birinci dərəcə ata, ana, bacı, qardaşdır. Amma ikinci xala, dayı və s. Bunlarda varsa biz genetik soy ağacı qrafiki çəkirik. Onlardan biz axtarırıq ki, bunlar məsələn əsasən xanımlarda çıxıb deyək ki, problem. Demək ki, X xromozomu ilə yayılan bir problem vardır və genetik ola biləcəyini fikirləşirik. Belə olanda hazır analizlər növləri vardır. Məsələn, mədə-bağırsaq xərçənginin analizləri var, genetik analizləri. Bu adamlarda, bu genetik daşıyıcılarda xəstəliyin çıxma ehtimalı var. Mütləq çıxacaq deyə bir şey deyil. Amma onlarda daha çox ehtimal var. Biz o zaman müalicə həkimi, onkoloqla danışırıq, xərçəng həkimi ilə danışırıq və ona tövsiyə edirik ki, birinci dərəcə qohumlarında olduğu üçün bu analizlər verilməsi yaxşı olar. O da dəyərləndirir və daha sonra deyək ki, A insanda xərçəng xəstəliyi çıxıb, onun birinci dərəcəli qohumlarında bu xəstəlik yoxdur, amma onun ikinci dərəcəli, məsələn, xalasında da bu xəstəlik olub, onun xalasının da böyük qohumda, üst qohumlarında da bu xəstəlik olub. O zaman genetik şübhə edilir və həmən bacı qardaşlarına bu xəstəliyin diaqnozu üçün genetik xəstənin verilməsi tövsiyə olunur. Tövsiyə olunur, bəli. Verilişimizin ən maraqlı yerində reklamlara ayrılırıq. Kraton klinik sağlamlığımızın qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzləri, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisasında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaferez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar da məhz Kraton klinikasındadır. Kraton klinik, sağlamlığınız uğur hekayəmizdir. Kraton klinikasının sponsorluğu ilə verilişimizi davam edirik. Verilişimizin qonağı biologiya elmləri üzrə fəlsəfə doktoru, həkim, laborant Eldar Əliyevdir. Xoş gəlmisiniz bir də. Xoş gördük. Ümumiyyətlə dünyaya uşaq gətirmək istəyən hansı testləri verməlidir, hansı analizləri verməlidir və onlar hamısı sizdə varmı? Təkcə o analiz deyil, bir çox analizlər vardır. Hamilələrdə, yəni doğuma hazırlaşan xanımlarda doğum öncəsi testlərimiz vardır. Hamiləlik müddətində lazım olan bütün testlərimiz vardır. Endokrin problemləri olub-olmadığını müəyyənləmək, infeksiyaların olub-olmadığını müəyyənləmək, bir də uşağında risk olma ehtimalı, yəni genetik risk olma ehtimalını müəyyən etmək. Məsələn, toksoplazma, rubella, sitomegalosis və digər infeksiyalar taranır. Hepatitlər axtarılır. Tiroid, məsələn, endokrin problemlərlə tiroid araşdırılır. Çünki tiroid əgər zamanında müəyyən edilməzsə, uşaqları doğulduğu zaman zəka cəhətdən biraz da yetərsiz uşaqlar doğula bilər. Ona görə də endokrin
infeksiya və bir də genetik meyillik testlərimiz vardır. Bunlar nələrdir? İkili, üçlü, dörtlü tarama testləri dediyimiz hamilə ikən uşaqlarında Down sendromu və ya Edwards sendromu, Patau sendromu və ya digər xəstəlikləri müəyyən edən testlərimiz vardır. Hətta bunu qoyaq bir tərəfə, bizdə ana qanından uşaqda genetik xəstəliklərdən xromozom sayılarındakı dəyişikliklər anaploidlər adlanır. Biz anaploidini müəyyənləmək üçün ana qanından aldığımız qandan uşaqda hansı anaploid problemi varmı, yoxmu onu müəyyən edə bilirik. Bunun xaricində genetik mutasiyalar da müəyyən edilir. Doktor, bu ana hamiləliyinin neçənci həftəsindən bu müayinələr aparılır? Əslində biz uşağın DNA'sı vardır, fetal DNA deyirik biz və fetal DNA çox vaxt plasenta vasitəsilə ananın qanına keçir. Və ananın qanında müəyyən səviyyəyə çatdıqdan sonra yetərli genetik material vardır deyib sonra analiz həyata keçirə bilirik. Bu da indiki vəziyyətdə daha çox 8 həftə tamamlandıqdan 8 sonra. həftə. 9-cu həftədə yetərli genetik material vardır deyilir və ondan sonra analizi tabe tutulur. O fetal DNA dediyimiz uşağın DNA'sı ana qanından təmizlənir. Onlarda genetik problem varmı, yoxmu onu müəyyən edirik. Və bizim hal-hazırda biraz əvvəl də dediyimiz anaploidi və digər mutasiyaların əsaslandığı xəstəliklər o fetal DNA izolyasiya edərək orada araşdırılaraq müəyyən edilir. Təzə analizlər çıxılır. 700-ə yaxın başqa xəstəliklər də müəyyən edirik. Yəni indi elm o qədər inkişaf edib ki, biz uşaq doğulmadı. Məsələn, uşağın qohum əqrabasında xəstəlik vardır. Bu xəstəliyin doğulacaq uşaqda kistik fibroz deyək və yaxud da ki, SMA mutasiyaları deyək. Kistik fibrozdan başlayır. Kistik fibroz bu doğulacaq uşaqda varmı, yoxmu müəyyənləmək istəyirik. Heç bir testin %100 doğruluğu yoxdur. Biz hamiləlik müəyyən müddətinə 14-cü həftəsində, 14-cü həftəsindən sonra ananın amnion mayesindən alırıq. Amnion mayesini götürürük, orada kistik fibrozu bir də araşdırırıq. Orada da yoxdursa, demək ki, artıq rahatçılıqla kistik fibrozsuz uşaq olacağına əmin ola bilirik. Kistik fibroz xəstəliyi olanlarda uşaqlardan xırıltılı nəfəs olur, bəlğəm olur, uşaq nəfəs ala bilmir. Belə o xəstəliyi olanları müəyyən zaman sonra bu problemlərlə pediatra yaxınlaşdığı zaman bu vardırsa demək ki, bu analiz eləmək lazımdır deyilir. Biz bu diaqnozu qoyulduqdan sonra sonrakı uşaqlarda bənzər problemlərin olmaması üçün addımlar atıb zamanında bunun qarşısını ala bilirik. Bizim bir üzüldüyümüz bir nöqtə var. Azərbaycanda ən çox istənilən cinsiyyət testidir. Bəli. Genetik xəstəliklərdən daha çox cinsiyyət testidir. Heç lüzumsuzdur. Bəzi ölkələrdə bu cinsiyyət testlərini heç istəmirlər və qadağa qoyulub. Amma bizim ölkəmizdə ən çox istək edilən testlərdən də cinsiyyət testləridir. Əvvəllər məsələn həkimə gedərdik, həkim ümumi bir qan analizi istəyərdi. Həmin ümumi qan analizindən baxardılar, qanımız aşağıdırsa, yəni qanda dəmir əksikliyi varsa və digər vitamin əksiklikləri bir müalicə yazardılar və biz o müalicə ilə də müalicəmizi alıb həyatımıza davam edərdik. Amma indi həkimə gedirsən, o qədər analizlər yazırlar ki, yəni o qədər qan dəyərləri üçün, yəni laboratoriyaya gedirik, oradan çıxırıq başqa bir analizə, oradan çıxırıq MRT-yə, oradan çıxırıq və bizi bax bu get-gəllər o qədər yorur ki, bir də bu xəstəlikdən başqa stres yaşayırıq. Varmı bu qədər analizlərə ehtiyac, yoxsa bilmirəm, bu dönəmin vacibliyidirmi, yoxsa başqa bir şey mi var burada? Çox əhəmiyyətli nöqtələrə toxunursunuz. Bəzi sosial problemlər də var. Belə deyim, əvvəllər məsələn nəfəsdən asitin qoxusu gəldiyi zaman şəkər xəstəsi ola bilər deyirlər. Bir şəkəri yoxlamaqla şəkər diaqnozunu qoyub və müalicəsini edirlər. Amma o pasiyentin ondan sonra nə qədər o şəkər xəstəliyini yaşadığını araşdırmamışıq. Statistik məlumatlarımız yoxdur. İndiki zaman isə təkcə şəkərlə yetinmirik. Gizli şəkəri də ölçürük. Xəstə diyetaya doğru əməl edirmi? Ona doğru diyeta veririk ki, pasiyentin rahatçılığı daha çox olsun, müalicədən daha çox effekt alsın və bundan sonra yaşayacağı ömrü daha uzun olsun. Bizim əvvəlki zamanlarda analizlərin çox olmadığı dönəmlərdə insanların yarı ömrü 60-70 il idisə, indi Avropa ölkələrində daha çoxdur. Bizdə də getdikcə artmaya başlayır. Get-gedə belə uzun ömürlük başlayır. Doğrudan. Amma sizin dediyiniz məsələ vardı ki, məsələn bu qədər analizə ehtiyac vardı. Bəli. Mən deyim, bir pasiyent
həkimə yaxınlaşırsa, həkim pasiyenti fiziki müayinə edir, xəstəlik tarixinə baxar, danışdırar pasiyenti və ondan sonra şübhə edər ki, hər hansı bir diaqnozu şübhə edər. Deyək ki, fikirləşər ki, hepatitlər vardır, infeksiyası vardır və sadəcə hepatitləri istəyər və qaraciyər parametrlərini istəyər və onunla diaqnoz qoyar. Bəzən elə olar ki, məsələn, amma gedirsiniz həkimə, hepatitləri yazır, onun xaricində böbrək parametrini yazma hüququ var, amma gərək varmı, yoxmu, onu o həkimin biləcəyi bir şeydir. Amma o ehtimalı, o haqqı özündə görərək bütün revmatizma daxil bütün analizlər yazır. Hətta bəzən sitomegalovirusu, brusellanı və s. də yazır. Amma halbuki bir tek qaraciyər dəyərlərinə baxaraq xəstə haqqında klinik məlumatlarla qərar verə bilər. Məsələn, diabetes varsa, diabetdə uyğun analizlər verə bilir. Təbii ki, yan faktorları ölçmə hüququ vardır. Diabetin səbəb olduğu korluq olur, nevrolojik problemlər olur, böbrək problemləri olur. Bunları istəyə bilər. Amma bir də abartılı testlər vardır. Heç şəkərlə əlaqədar olmayan testlər vardır. Bunu bütün həkimlərə şamil etmək doğru deyil. Bir çox həkimlər analizləri sadəcə kliniyə uyğun analizlər istəyirlər. Ancaq digər həkimlər də vardır. Onlar adətən seçilirlər və zaman içində də ələnirlər. İnsanlar, pasiyentlər onları görürlər və daha sonra o həkimlərə getmirlər. Onun haqqı olduğunu düşüb ona xidmət eləmək, bizə bu vəzifə verilibsə, bizim vəzifəmiz onlara xidmət eləmək lazım olduğunu düşünmürlər. Qarşı tərəfi günahkar görürlər ki, pasiyentdir, bizə gəlib o günahkardır. Pasiyentdir zaten. O da digər sahədə bizə xidmət eləyəcək. Maliyyə sahəsində xidmət eləyəcək. Gərək iş birliyimiz elə olsun ki, qarşılıqlı olaraq bir-birimizə xidmət edib gözəl bir dünya yaşayaq. Zaten ömrümüz müəyyən yerə qədərdir. Bu ömrü gözəl yaşamaq lazım. Peşəkar və vicdanlı. Bəli, çox gözəl dediniz. Doktor, neçə müddətdən bir insanlar check-up müayinəsinə getməlidir? Bəli, o yaşa görə dəyişir. Məsələn, bəziləri deyir ki, uşaqlarda check-up olarmı? Və ya yaşlarda check-up olarmı? Yaşlarda check-up olduğunu hər kəs bilir. Biz hətta yeni doğulan uşaqlarda belə check-up edirik. Buna tarama testi deyirlər, adətən screening testi deyilir ingiliscə. Bəzi xəstəliklər vardır ki, məsələn, fenilketonurik xəstəliyi və ya qlikoz 6 fosfat dehidrogenaz xəstəliyi bir ölkədə çox çıxar, digər ölkədə az çıxar. O ölkə baxır ki, bu xəstəliyin diaqnozunu qoysa, bu gələcəkdə insanlarda bir çox problemlərin qarşısı alınmış olacaq. Və bunun problemini zamanında qarşısını alsaq, o pasiyentə qoyulacaq maddiyyatın azalda biləcək. Və bunu eləməklə həm ekonomik, həm sağlıq yönündən, həm də populyasiya yönündən bir çox fayda qolacaq. Ondan sonra screening testləri edilir. Məsələn, yeni doğulan screening testi buna nümunədir. Amma sizin sualınız, məsələn, yeni doğulanlarda screening testi bir dəfə olunur, tamam, qutarır. Amma 50-60 yaşlı bir insanda bəli, check-up. Amma 50-60 yaşındakı check-up məsələsi zamanla dəyişə bilər. Bir adam gələr, bir ildən sonra yenə gəlməlidir check-up məsələsinə. Amma bunun üçün bəlli bir qayda yoxdur. 6 aydan bir check-up olmaz. Sadəcə hər insanın check-up etmə hüququ vardır. Bir ildən bir gəlib check-up edərək bədənlərinin hər hansı bir yerində problem olub olmadığı ehtimalını, dəqiqliyini deyil, ehtimalını ortaya çıxarma hüququ vardır. Yaxşı, bu qan analizini neçə müddətdən bir vermək lazımdır? Yəni problemi yoxdur, sağlam insandır, amma qan analizini vermək istəyir. Laboratoriya yönündən baxsa o biraz fərqli düşünülür. Məsələn, kreatin 2 gündən bir verməlisən, məsələn, pasiyentdə. Mən ona açıqlama gətirəcəm. Onkolojik analizlərə 28 gündən bir. Bəzi məsələn lipidlərə 28 gündən bir. Amma ümumiyyətlə ona ehtiyac varmı o analizi verməyə? Niyə sıxlıqla vermək? Onun qərarı müalicə həkimindədir. Müalicə həkimi dinləyər, ehtiyacı yoxdursa, deyər ki, gedin 6 ay sonra təqibə gəlin. Amma mənim dediyim müddət kim üçün asılıdır? Məsələn, stasionarda və reanimasiyada ağır yatan xəstələrdə bu müddətdə təkrar oluna bilər. Amma belə bir qayda yoxdur. Məsələn, bu analizi bu gün verdim, bir də 6 aydan sonra mütləq gəlməliyəm. Şikayətlərdən hal-hazırdakı vəziyyətinizdən asılı olaraq analiz müddəti dəyişə bilər. Həkimə getməliyik laboratoriyaya müraciət etməmişdən əvvəl. Laboratoriya həkimləri də həkimdir sonuçda. Onlar da bu işi bilirlər. Normalda laboratoriya analizinin verilmə məqsədi var. Nəyə görədir? Məndə xəstəlik varmı, yoxmu onu müəyyənləmək üçün. Və biraz əvvəl dedim, bir xəstəni müəyyənləmək üçün təkcə laboratoriya analizləri deyil, diaqnostik üsullar, xəstənin hekayəsi, anamnez bilgiləri və fiziki müayinə.
Bu fiziki müayinə, anamnez və diaqnostik üsulları kənara qoyub sadəcə laboratoriya ilə etsək, elə bil ki, bir qolumuz əksik olur. Ona görə biz adətən check-upları bir həkim, bir diaqnostika, bir laboratoriya ilə bərabər eləmənin faydasının yüksək olacağını düşünür. Amma elə vardır ki, pasientlər sadəcə laboratoriya check-up'ı eləmək istəyirik desələr, bunu da məmnuniyyətlə eləyirik. Bizim xüsusi yaş check-up'larımız vardır. Bizim tövsiyə elədiyimiz isə müalicə həkimi, digər diaqnostik üsullar və laboratoriyanın bərabər olduğu bir check-up proqramına keçməsidir. Doktor, məsələn, gedirik həkimə. Həkim bizi özünün çalışdığı laboratoriyaya yönləndirir. Biz də ora getmək istəmirik, çünki bizim də etibar etdiyimiz özümüzün laboratoriyamız var və burada bir balaca inciklik düşür. Biz həkimə deyirik ki, onlar biz öz laboratoriyamıza deyir ki, xeyr, mənim oradan gələcək qan dəyərlərinə etibarım yoxdur. Mənim öz laboratoriyam var və bu arada bax bu necə deyim, anlaşılmazlıqda əziyyət çəkən yenə xəstə olur. Biz bunu necə eləyək? Həkimlərlə necə dil tapaq ki, biz öz etibar elədiyimiz yerə getməliyik? Bir həkimin o analizin öz laboratoriyasına və ya başqa laboratoriya necə etdiyini ölçmə imkanı yoxdur. Yoxdur, bəli. Yəni o sadəcə öz sahəsini bilər. Öz sahəsinin haqqında deyə bilər ki, mən bu xəstəliyi daha düzgün müalicə edə bilərəm və s. O da subyektiv olar, tam obyektiv olmaz. Bu da eyni şeydir. Yəni analizləri bizim laboratoriyada verin, başqa yerə güvənmirəm. Bunun altında başqa səbəblər yata bilər. Biz o səbəbləri bilmirik. Amma xəstənin hüquqları vardır. Bir xəstə pasiyent eynidir. Biz adətən xəstə deyə alışmışıq. Xəstələrin hamısının din, dil, adət, ənənə hamısının haqqını qoruma hüququ vardır. Məsələn, getdiyi yerdə əgər dili bilmirsə, həkim və laborantın ona öz dilində xitab edib ona hüquqlarını başa salma məcburiyyəti vardır. Bizim anlaşılan bir dildə. Bəli, məsələn, əgər birisi qapalı geyimlidirsə, oradakı normalda bütün dünya üçün yazılmış olan bizim bilim kitablarımız vardır. Biz oradan təhsilimizi alırıq, oradan oxuyuruq. Orada deyilən budur ki, hər insanın hüququ olduğu üçün onlara öz dilində, öz adət-ənənələrinə uyğun olaraq tibbi xidmət verməliyik. Bu qədər hüququ olan bir insan həkimdən tələb edə bilər ki, biz analizimizi burada vermək istəmirik. Hansı hüquqla digər laboratoriyanın doğru ölçmədiyini göstərən bir əlində bir sənəd varmı? Niyə bizi oraya göndərmirsiniz və ya burada edilməsini istəyirsiniz? Bunu tələb də eləyə bilər. Tələb edə bilər. Aha. Amma bir şey də var. Müalicə həkimi gələndə mən sizi dinləmirəm deyir, müayinə eləmirəm deyir. Həkimin xəstə seçmə hüququ vardır. Mən bu xəstəyə müraciət edə bilmirəm. Amma xəstəni seçdikdən sonra sən analizləri mənim dediyim qaydalara uyğun olaraq verəcəksən, yerdə verəcəksən, uyğun olan yerdə verəcəksən, demə hüququ yoxdur. O sadəcə müalicəsini eləməlidir. Gəldiyi analizlər klinik şübhəsinə uyğun deyilsə, əlaqədar laboratoriya əlaqə qurmalıdır. Bəlkə həkim səhv düşünür. Bir də həkim bütün analizləri yazma hüququ yoxdur. Həkim sadəcə düşündüyü şübhəyə uyğun analizlər yazmalıdır. Bizdəki kimi götürürlər yuxarıdan aşağı bütün analizləri yazırlar. Belə bu doğru işarələyirlər. Bəli, bu doğru deyil. Bu da kifayət qədər pul eləyir. Yəni ciddi şəkildə sıxıntıya salır bizi. Düzdür, tibbi sığortamız var artıq. Bəli, çox şükür. bəli. Amma elə sahələr var ki, elə yerlər var ki, Bəli. orada yoxdur. Təcrübənizdə olub ya yox bilmirəm doktor. Məsələn, analiz veriblər, ad, soyad olubmu? Hə, eyni və qarışıqlıq olubmu nə vaxtsa? Bəli. Yəni təcrübəmdə olub belə şeylər. Məsələn, mənim adım Əliyev Eldardır. 2 Əliyev Eldar gəlirsə, hətta yaşları da eyni ola bilər, qarışa bilər. Bu qarşısını almaq üçün professional laboratoriyalar bir sistem inkişaf etdirib. Biz məsələn barkodlama eləyirik. Bu barkodlama məsələn mən 3 dəqiqə əvvəl də gəlsəm digər Əliyev Eldardan qabaq, o barkod fərqli rəqəmlə çıxacaq və cihaz ad soyadı deyil, o barkodları tanıyır. O rəqəmə bu şəkildə kodlaşdırılır. Ad soyad, bəli, ad soyad qarışıqlığı olmur. Hani biraz əvvəl yenə dedim, preanaltik, postanaltik testlər çox önəmlidir. Nəticəni pasiyentə təqdim edən, əgər o rəqəmlərə baxmazsa, kodlara baxmazsa, sırf ad soyadla fərqli olsa, analizlər laboratoriya düzgün edildiyi halda pasiyentdə fikir yaranır ki, digər mənə nəticəsini veribsə, demək ki, mənim analizim səhv olub. Hətta özü anlamaya da bilər, ata adını gördüyü zaman anlaya bilər. Biz bu problemlərin qarşısını almaq üçün
ad, soyad, ata adı, doğum tarihi və ikili kodlaşma həyata keçiririk. Bundan hətta bir dəqiqə əvvəl birisi eyni ad, soyad, ata adı, doğum tarihi eyni olan birisi bile olsa biz kodlaşdırma ilə fərqli veririk və fərqli nəticələr olduğunu pasiyentə də göstəririk və o da inanır və nəticələri də pasiyentə qeydiyyat tərəfindən təqdim edərkən kodlaşmaya mütləq baxılır ki, doğru insana doğru nəticələr verilsin. Hamımız üçün sir deyil ki, bəzən biz düzgün analizləri, daha doğrusu qan dəyərlərimizi verib doğru diaqnoz almaq üçün xarici üz tuturuq. Bizi izləyən tamaşaçı necə bilməlidir ki, hara getsə orada doğru analizlərinin cavabını alacaq. Təkcə doğru analiz deyil, doğru müayinə, doğru müdaxilə, bunların hamısını bir yerdə düşünmək lazımdır. Amma bu proseslər təkcə bizim ölkəmizdə deyil. Doktor, sizin artıq rəqibiniz yaranıb, bu da ChatGPT-dir. Mən belə deyim, internetə çox da inanmamaq lazımdır. Tamam, bu bir beynəlxalq vasitədir. Baxın, mənim təcrübəm, biz hər gün ölçüm edərkən, məsələn, qlikoz ölçümlərində şübhələrim oldu və plazma, tam qan və serum ölçümlərini elədim. Yəni barmaqdan alınan o iynə batıraraq aldığımız prik test dediyimiz şəkəri barmaqdan ölçürük. Bir də qanı götürürük. Qanı biz serum, bir də plazmaya bölürük. Ondan ölçürük. Ona görə dəyərləndirmə edirik. Mən ChatGPT-yə girdim bu mövzuda. Fərqi varmı? Girməyə baxan fərqi varmı? Fərqi yoxdur dedi. Amma halbuki mənim həyat təcrübəm barmaqdan alınan qan digərlərindən daha aşağı olur. Yəni serum daha yüksək olur. Hətta mən pasiyentlərə deyirəm, evdə barmaqdan test edirsiniz, 130 deyirsiniz, amma buna güvənməyin acıq testlərinə. Bu daha yüksək ola bilər. Həqiqətən o pasiyentlər bizdə gələrkən bizim öz tədqiqatımızda 7%-ə qədər fərq olduğunu görmüşdük. Yəni 130 çıxan 130-un 7%, yəni təqribən belə ölçülürsə 130-sa o bir tərəfdən 140-145-ə qədər yüksələ bilər dəyərlər. Yəni ona görə də ChatGPT və ya digər internet vasitələrinə çox da inanmamağı, amma bunu da diqqətə alıb oradan da bir şeylər öyrənmək lazım. Son zamanlar bizim bədənimiz toksiklərə məruz qalır. Bunun səbəbi nədir? Ətraf mühit çirklidir, toksinlər vardır. Məsələn, mən Covid zamanında maska taxdığım üçün heç allergiya olmadım. Amma indi allergiyadan çox əziyyət çəkirəm. Bu da bir toksindir. Yediyimiz qidalar, məsələn, şokoladın içində bir çox inqrediyentlər vardır ki, bunlar da toksikdir. Biz toksinlərlə qarşı-qarşıya qalırıq, amma bizim bədənimiz də elə yaradılıb ki, biz bədənimizlə o toksinləri məhv edib yox eləyə bilirik. Amma bir yerə qədər. Biz onlarla ətraf mühitə, toksinlərə qarşı gəlirik. Amma toksinlərdən müəyyən səviyyəni keçdikdən sonra bizdə xəstəlik yaradır. Ona görə də toksinlərdən uzaq qalmaq lazımdır. Təşəkkür edirəm, minnətdaram. Əziz tamaşaçılarımız, verilişimizi Kraton Klinikasının baş sponsorluğu ilə baxdınız. Görüşərik, hələlik. Kraton Klinik sağlamlığınızı qeydinə qalır. Klinikada qadın və kişi sağlamlığı, gastroenterologiya, hepatologiya, kosmetologiya, həmçinin estetik cərrahiyyə fəaliyyət göstərir. Tibb müəssisəsində uşaq sağlamlığı mərkəzi, eləcə də fizioterapiya, manual terapiya və reabilitasiya mərkəzləri də var. Yüksək peşəkar mütəxəssislər, endokrinoloq, diyetoloq, kardioloq, terapevt, infeksionist, dermatoloq, ginekoloq, uroloq, androloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətləri mövcuddur. Xəstələrimiz əmin ola bilərlər ki, estetik cərrahiyyə, estetik ginekologiya və andrologiyada istifadə olunan son model cihazlar məhz Kraton Klinikasınındır. Kraton Klinik, sağlamlığınız uğur hekayənizdir.